Əgər mən danışmamışamsa, düşüncələrimdə, niyyətimdən xəbərdaram. Amma danışdığım zaman bunu qarşı tərəfin eşitməsi mənlə bağlı olmur əlbəttə, onun özü ilə bağlı olur. Bunu yəqin ki, eşitmisən, psixoloqlar daim bu barədə danışırlar. Amma hər bir insanın düşüncəsinin həqiqətənmi özü ilə bağlı olduğunu necə sübut eləyə bilərəm mən sizə? İnsan yaşadığı zaman kəsiyində müxtəlif təcrübələri zehnində sabitləməyə çalışır, yadında saxlamağa çalışır və o təcrübələr onun üçün bir yol cızırlar, bir xəritə cızırlar, bir istiqamət cızırlar ki, hansı ki, ətraf mühiti oradan dərk edir, həmən istiqamətdən dərk edir. Məsələn, hər bir sözdən təsirə düşən insanlar əslində incə ruhlu, çox incimiş insanlardır. Hansı ki, onlar daim qadağalarla üzləşiblər və sizin, mənim işlətdiyimiz hər bir ifadə onlara aqressiv təsir göstərəcək. Aqressiv təsirdən sonra nə cavab gözləyirsiniz həmin insanlardan?